Ay, görürsünüz içində də bir tip. Bunlar soyulabilen maskalar olduğuna göre bugün birlikte mamama sürpriz eləyəcəyik. Mamamın maskalarını qarışdıracağım və ona bu qabın içində çox mükəmməl bir maska hazırlayacağım. Fikirləşirəm ki, maskaları bir-bir çəkib niyə yorulur ki? Bir dəfəlik hamısını bir qaba töküm və hamısı birində eləsin. Başa düşdünüz necə? En birinci bu iki maskadan başlayırıq. Bunlar soyulabilen maskalar olduğuna göre hamısı birlikte qarışanda üstüme dağıtdım. Mükəmməl effekt verəcəyini düşünürəm. Ay, görürsünüz içində də bir tipmiş. Mamam çox sevinəcək ki, hamısını qarışdırıb ona mükəmməl bir qarışım eləyirəm. Qarpızı. Daha sonra belə bir dəniz duzu. Çok qəşəng göstərir, mavi mavi. Mamam o qədər bayılacaq ki bu içeriye. Yəni daha sonra belə bir şey var. Bu da gel formasındadır. Sonra burada belə bir maska var. Biraz az qoyacağım ki hamısı yerləşsin. Baxın. Belə görünür. Ups, maska krem. Sonra belə bir maska. Belə bir maska. Bu təzədir, heç bunu açmayıb. Eybi yoxdur, biz açarıq. Nə olasıdır ki? Gözləyim. Bilmirəm artıq maska krem. Belə bir krem. Bir maska. Bundan çıxan səs. Qab biraz aşdı daşdı. Bu da qəşəng sehirli dokunuşlardı da bu da. Bu arada uşaqlar qabı dəyişdiyim balacanı neyinir? Bu qabları məsələn neyinir qabda istifadə etməyə? İnək südü sağıram kimi oldu biraz. İçində doldu. Niyə doldu olsun? Özdə 45 plus da hamısı mamamın yaşına uyğun. Belə deyim sizə görün. Uy. Kızlarım bakın bu video sizin için bir ağıl olsun ki analarınızın işlerini asanlaştırın. Qoyun onlar da rahat maskalarını istifadə eləsinlər. Ay. Olsa da bunun içinde elə bir az qaldı. Bunu da bunu belə dağılır.